Xanım, salam, axşamınız xeyir. İnşallah bugün Deniz gedəcək də. İstəyirsiniz, siz qızın diaqnozlarını atın. Mən gedə bilmirəm, axı mən buradayım. Diaqnozlarını atın. Deniz bir dənə yoxlatsın, görsün orada nə var, nə yox. Kızın atası yıktı dedin o kızı getirsin bana 100.000 versin. İstintaqdan başlayıb, müstəntiqdən başlayıb, mən deyəcəyim, mənim başıma nə oyun burada getirdilər. Çünki uca yorulmuşam, uca boğuluram, uca diyana bilmirəm. Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən Arzum 999 ləqəbli tiktoker İlduzə Hacıyeva cinayət işi üzrə məhkəmə prosesinin uzadılmasına üsyan edib. Bloger sosial şəbəkədə canlı yayım açaraq ağlayıb. Günahsız olduğunu iddia edən Arzum qarşı tərəfin avtomobili çox sürətlə sürməsindən danışıb. Dırar atarlar. Niyə biri çıxıb onun sürətindən danışmır? Niyə onun sürətini bağladığından danışmırlar? Niyə orada 2 kamera ola o binada hansı ki götürülən videonu birini istintaka qoyub birini qoymayandan danışmırlar? Niyə biri onun maşını 165 sürətlə sürməsindən danışmır? Nə qədər ədalətsizlik var. Oğlum autizm xəstəsidir. 7 yaşına qədər vaxtı var. 6 ayda oğlumu müalicə edə bilmirəm. Gedib özümü körpüdən atım, rahatlaşacaqsınız. Qarşı tərəf 100.000 istədiniz, vermədim deyə belə edirsiniz. 100.000-ə görə 4 balamı anasız qoyursunuz. Məni burada öldürmüsünüz. Qızın atası atama zəng vurdu ki, mənə 100.000 versin, yoxsa başına oyun açacağıq. Hardan alım? Buna görə də sizi polisə şikayət etdim. Oğlumun 7 yaşına kadar vakti var autizm xəstəsidir 3. dərəcə. 6 aydır mən oğlumu müalicə eləyə bilmirəm. Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər dünyasını dəyişib, digəri isə ağır xəsarət alıb. İstintaq dövründə bloger Arzum barəsində başqa yerə getməmək barədə iltizam qəti imkan tədbiri seçilib. Arzum ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ölümlə nəticələndikdə və 264-cü yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə ittiham irəli sürülüb. Şərliyle güardı parmaq, orta parmaq göstərib. Əgər mən elə eləmişəmsə səhər balalarım səhərə çıxmasın. Bestirin də. İçimdən bana öldürüp rahatlaşacaqsınız. Rahatlaşacaqsınız. Leyla xanım qurban olum, hiçbir şey istəmirəm. Mənim işimi götürüb bax.